Hər vaxtınız xeyir olsun. Bəli, sizin də dediyiniz kimi dəm qazından zəhərlənmə ilə bağlı hallar tez-tez yaşanır və burada da ümumiyyətlə üzü qışa doğru gedirik və nəzərə almaq lazımdır ki, istilik sisteminə, yəni istiliyə olan tələbat artacaq və bununla bağlı da təhlükəsizlik qaydalarına riayət edənlərin və etməyənlərin də olacağını nəzərə alsaq, dəm qazından zəhərlənmə hallarının sayını daha çox artım müşahidə oluna bilər. Ümumiyyətlə, bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır və əgər dəm qazından artıq zəhərlənən şəxs varsa, həmin şəxsə ilkin tibbi yardım olaraq hansı müdaxilələr edilməlidir? Buna bağlı təfərrüatlı informasiyanı elə qonağın təcili tibbi yardım şöbəsinin müdiri Sübhan Hacıyevdən alacağıq. Xoş gördük Sübhan bəy. Dəm qazından zəhərlənən şəxsə ilkin olaraq biz hansı müdaxilələri etməliyik? Sizdən işləyik. Xoş gördük. Ümumiyyətlə, dəm qazından zəhərlənmə, təcili tibbi yardım hallarına müraciət olan səbəblərdən bir neçəsi və həyatı təhlükəli olur çox bir zamanlarda. Dəm qazı ilə zəhərlənmə zamanı bir çox insanlarda xas simptom dodağın və üzün tam çəhrayı olmasıdır. Bu qaz ümumiyyətlə dadsız, qoxusuz və rəngsiz olduğu üçün ani gəlir və nəticə etibarilə insanlar bunu hesablayıb və qoxuluyub qarşısını ala bilmirlər. Bu zaman karbon qazı qandakı hemoqlobinlə birləşərək karbon monoksid və karboksihemoqlobin əmələ gəlir ki, beyin hüceyrələri, ürək və daxili orqanlarda oksigenlə bütün belə deyək hüceyrələrimiz təmin oluna bilmirlər. Nəticə etibarilə 3 dərəcədə zəhərlənmə olur. Bura aiddir yüngül, orta və ağır zəhərlənmələr. Yüngül dərəcələrdə 10-20% zəhərlənmə olur ki, bu ümumi baş ağrısı, baş gicəllənmə, ürək bulanma simptomlarından keçir. Bu hallarda insanları sadəcə açıq havaya keçirdib təmiz oksigen vermək kifayət edə bilir. Orta ağır halları isə daha çox 40-60%, 20-40% zədələnmə nəticəsində kəskin baş ağrısı olur, ürək bulanma qusmaya çevrilir, ciddi şəkildə halsızlıq olur və dezorientasiya dediyimiz bir durum olur ki, insanların huşu alaqaranlıqlaşmaya başlayır, amma tam itmir. Bu zamanlar artıq xəstəxana daxilələr mütləq şəkildə gərəkir. Eyni zamanda ağır dərəcə vardır ki, bu artıq 40-60% dərəcədə huşun itməsi, komatoz vəziyyət, tənəffüs çatışmazlığı olur və insanlarımızda 60-dan çox keçdiyi zaman ölüm halı əmələ gələ bilir. Bu cür halların qarşısını almaq üçün mütləq şəkildə təbii ki, insanlarımız bayaq sadaladığımız qış aylarında xüsusilə də sobalara, peşlərə ciddi şəkildə riayət etməlidirlər, təmizliyinə diqqət etməlidirlər ki, bu cür hallar yaşanmasın. Əgər bunun simptomları varsa, mütləq şəkildə xəstəxanalara, xüsusilə də təcili tibbi yardım şöbələrinə müraciət etmiş olsunlar. Təşəkkür edirəm Sübhan bəy, detallı şəkildə suallarımıza cavab verdiyiniz üçün. Bir daha xatırladım ki, elə bu səssiz ölümün qurbanına bugün Gəncədə ana və 3 qızı da, yəni qızları da bu səssiz qurbana çevriliblər, səssiz təhlükənin qurbanına çevriliblər və bu baxımdan da bəzi məqamlara xüsusilə diqqət yetirmək lazımdır ki, təhlükəsizlik qaydalarına xüsusilə nəzərdə saxlamaq lazımdır ki, bu cür acı fəsadlar yaşanmasın. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsəni aktual mövzu ətrafında kifayət qədər geniş məlumat təqdim etdiyin üçün tamaşaçılarımıza.